Salam, bilirsiniz, təxəyyülümüz əslində bir döyüş meydanıdır. Bəli, düz eşitdiniz. Bugün Dücanə Cündioğlu'nun o möhtəşəm sinema və fəlsəfə kitabına başvuracaq və görəcəyik ki, kino, sənət və bizim ruhumuz bu amansız mübarizədə hansı tərəfdədir? Gəlin elə bu heyrətamiz fikirlə başlayaq, bir üstə gəl bir edər. Yəni bir damcı su ilə başqa bir damcı birləşəndə iki ayrı damcı olmur. Daha böyük, tək bir damcı əmələ gəlir. Bu sadəcə riyaziyyat deyil, bu Cündioğlu'nun kitabının da əsas ruhudur. Bəzi şeylər var ki, birləşəndə bambaşqa, daha böyük bir məna yaradır. Görək bu fikir bizi hara aparacaq. Baxın, bugünkü söhbətimizin qaynağı məhz bu kitabdır. Cündioğlu bu esselər toplusunda bizi filmlərin dili ilə insan ruhunun ən dərin, ən qaranlıq, bəzən də ən işıqlı qatlarına doğru bir səyahətə çıxarır. Kitabın əsas iddiası isə budur ki, bütün bəşər tarixi əslində tək bir güc uğrunda gedən gizli bir müharibədir. Və bu güc bizim təxəyyülümüzdür. O sərhədsiz, o narahat, o azad xəyal qurma qabiliyyətimiz. Yaxşı, bəs bu müharibə kimlə kim arasında gedir? Kitaba görə bir tərəfdə biz varıq, bizim azad ruhumuz, təxəyyülümüz. Digər tərəfdə isə onu idarə etməyə, qəlibə salmağa, zəncirləməyə çalışan sistemlər dayanır. Və bilin ki, bu heç də yeni bir məsələ deyil. Yüzillər əvvəl Francis Bacon kimi filosoflar insan zəkasının o sərhədsiz uçuşundan qorxurdular. Deyirdilər ki, nizamı qorumaq üçün bu ağla qanat taxmaq yox, əksinə ayağına qurğuşun bağlayıb yerə çəkmək lazımdır. Və budur, o əbədi döyüş meydanı. Bir tərəfdə fərdin təxəyyülü dayanıb, yəni xəyallar, sənət, ehtiras, azadlıq, o biri tərəfdə isə sistemin soyuq ağlı, yəni məntiq, güc, nəzarət və nizam. Bu iki dünya daim bir-biri ilə toqquşma halındadır. Yaxşı, bir anlıq düşünək, əgər sistem tam qalib gəlsəydi, dünya necə bir yer olardı? Cündioğlu bu sualın cavabını distopik filmlərdə axtarır. Təxəyyülün tamamilə məhv edildiyi o soyuq, o ruhsuz, o qəfəsə bənzər dünyalarda. Məsələn, Orwell'in 1984 dünyasını götürək. Orada partiyanın bütün gücü reallığı özü təyin etməsindədir. Sənə deyirlər ki, azadlıq 2 + 2 4 edir deməkdir. Əgər sən bunu qəbul etsən, yəni reallığın ən təməl qanunu onlara təslim etsən, deməli hər şeyi təslim etmisən. Bəs belə bir sistemə qarşı ən böyük üsyan nə ola bilər? Silah, inqilab, xeyr, sevişmək. Orwell bizə göstərir ki, ən təməl, ən insani ehtiraslarımız belə sistemin o soyuq, mexaniki məntiqinə qarşı bir siyasi akta, bir üsyana çevrilə bilər. Baxın, bu cür dünyalarda insan olmaq özü bir cinayətdir. Alfavildə hisslər qadağandır, Fahrenheit 451-də kitablar yandırılır, Ekvilibriumda isə sənət məhv edilir. Niyə? Çünki bunların hamısı təxəyyülün məhsuludur. Sistemin idarə edə bilmədiyi tək şey. Amma sistem nə qədər güclü olsa da, insan ruhu həmişə müqavimət göstərməyə bir yol tapır. Və bu üsyan meydanlarda, siyasətdə deyil, daha dərinlərdə baş verir. Bu, sənət, ehtiras və dua vasitəsilə baş tutan bir ruh üsyanıdır. Bu üsyan kütlələrlə birgə edilmir, tək başına edilir. Sənətkar kütlənin səs-küyündən üz döndərir və öz ruhunun dərinliklərinə doğru tənha, çətin bir səyahətə çıxır. Ekus filmi isə bizi dəhşətli bir sualla baş-başa buraxır. Bir insanın inancını, o ehtiraslı ibadətini əlindən almaqdan daha pis nə ola bilər? Bəlkə də ehtirasla dolu bir dəlilik, ehtirasdan məhlum edilmiş bir normallıqdan daha yaxşıdır. Və kitabın gəldiyi nəticə budur, çox önəmlidir. Sistem, bir həkim, bir dərman sənin içindəki ehtirası söndürə bilər, amma onu heç vaxt yarada bilməz. Çünki o alov yalnız içimizdən gəlir və onu qorumaq bizim öz məsuliyyətimizdir. Məsələn, böyük rəssam Andrey Rublev. Onun yaşadığı dünya qanla, zorakılıqla, əzabla dolu idi. O isə əlinə silah yox, fırça alıb dua edirdi. Onun üçün sənət bu zülmət dünyada ilahi bir işıq axtarmaq cəhdi idi. Ancaq bu ruh üsyanı, bu içə doğru səyahət heç də asan başa gəlmir. Onun çox ağır bir bədəli var. Və bu bədəl sənətkarın özünü qurban verməsidir. Deyirlər ki, Frank Sinatra hər dəfə mahnı oxuyanda biraz daha ölürdü. Bu, əslində bütün sənətkarlara aiddir. Cündioğlu da bunu vurğuluyor ki, yaratmaq, özünü şam kimi yavaş-yavaş yandırmaq deməkdir. Hər əsərdə sənətkar öz ruhundan bir parça qoparır. Bu özünü məhv etmənin bəlkə də ən sarsıdıcı nümunəsi Qara Ququşu filmindədir. Balerina mükəmməlliyə çatdığı o an
eyni zamanda özünü tamamilə yox edir. Çünki o an sənət həyatın özünə qalib gəlir. Deməli, bu sənətkarın əbədi sövdələşməsidir. Terazinin bir gözündə əzab, tənhalıq və özünü məhv etmə var. Digər gözündə isə o inanılmaz həzz, mükəmməllik və əbədi bir şey yaratmaq arzusu. Sənətkar bu iki uçurum arasında çəkilmiş incə bir ipin üstündə yeriyir. Yaxşı, bütün bu mübarizə, bu əzab, bu axtarış bizi hara gətirir? Kitabın bizə təklif etdiyi son cavab sistemlə vuruşmaq deyil, mənanı öz içimizdə, öz insanlığımızda tapmaqdır. Dahiyanə rejissor Tarkovski deyirdi ki, sənət bir duadır və insan yalnız duasıyla yaşıyor. Bu nə deməkdir? Yəni, bizim gündəlik həyatın səs-küyündən, o bitməyən tələskənlikdən uzaqlaşıb, ruhumuzun pıçıltısını eşitmək üçün yeganə yolumuzdur bu. Yəni, əsas məsələ diqqətimizi yönəltdiyimiz yeri dəyişməkdir. Xaricdəki sistemin, şəhərin, cəmiyyətin səs-küyündən üz çevirib, içimizdəki o sakit, o həqiqi səsə, ürəyimizin səsinə qulaq asmaq. Əsl məna ancaq orada gizlənib. Və Cündüyoğlu bizi bu son, bu dərin və poetik sualla baş-başa buraxır. Heç öz ürəyini təvaf etmisənmi? Yəni, heç öz varlığının o ən müqəddəs mərkəzinə, Kəbəni ziyarət edər kimi bir səyahət etmisənmi? Cavab təbii ki, hər birimizin öz içindədir.